Aparılan araşdırmalar göstərir ki, körpələr yeriməyə başlayanda bu sadəcə olaraq inkişaf deyil, onların DNT-sində olur. Genetik variantlar təkcə motor sinxronluğunu formalaşdırmır, həm də koqnitiv xüsusiyyətlər və beyin strukturu ilə də əlaqələndirilir. Nature Human Behavior jurnalında dərc olunan son araşdırma yeriməyə başlama yaşı ilə bağlı genom boyu assosiasiyası tədqiqatının meta-analizini aparıb. Erkən uşaqlıqda gəzinti beyin və davranış inkişafının etibarlı klinik göstəricisidir. Üstəlik, gəzinti atipik və tipik inkişaf üçün müstəsna, məlumatlandırıcı bir mərhələdir. 18 aya qədər müstəqil gəzə bilməmək əlavə qiymətləndirmə, pediatra müraciət etmək üçün skrininq meyarıdır. Çünki yerimə gecikməsi motora xas və ya ümumiləşdirilmiş problemi göstərə bilər. Tədqiqat göstərib ki, yeriməyə başlama yaşı sonrakı sağlamlıq nəticələri ilə əhəmiyyətli etioloji əlaqələr olan irsi poligenik xüsusiyyətdir.